Bəzi adamın süfrəsi yoxdur, bəzi adamın süfrəsi var. Süfrə puldan deyil, süfrə ürəkdəndir. Bəzi adam var, pulu çoxdur, amma süfrəsi yoxdur. Niyə? Ürəksiz adamdır. Sanki bunun evinə qonaq gələndə elə düşünür ki, varını yoxunu qonaq aparıb gedəcək. Xeyr, hədislərdə var, deyir ki, hər bir qonağın rızqını Allah yetirər. Hər bir qonağın rızqı onun əğindədir. Deyir, Peyğəmbərimiz salavatullahi əleyh evində qonaq olmasaydı Peyğəmbər darxardı. Deyərdi, bugün evimdə qonağım olmadı, bugün evimə gələn olmadı. Ona görə də bu ehsanlardan qorxmayın, ehsanlardan çəkinməyin. Ehsan verdikcə, deyir, ehsan gətirər. Xeyr iş gətirər. Bunu təcrübə eləyin həyatınızda. İnsan xərclədikcə Allah rızqı artırır. Bəli, qənaət lazımdır. Həyatında qənaət lazımdır. Amma nə bu mənada ki, sən qənaətin pik həddinə çatdırasan özünü.